kişi xanımın zahiri gözəlliyinə məst olmamalıdır. Ona hörmətini, dəyərini, onunla yaxşı rəftar etməsi onun zahiri gözəl olduğuna görə olmamalıdır. O gözəlliyi bir müddətdən sonra gedəndən sonra görəcəksən ki, xanıma qarşı rəftarların dəyişildi. Sən əslində onun şəxsiyyətinə dəyər vermirdin. Sən əslində onun gözəlliyinə dəyərsən, vurulmuşdun onun gözəlliyinə. Çalışaq xanımlara, ailədə də, cəmiyyətdə də bu təfəkkür tərzi inkişaf eləsin ki, xanıma mənəvi baxımdan dəyər vermək lazımdır. Gözəlliyinə görə yox. Gözəlliyi azaldıqca o hörmət də azalacaq. Ona görə də o da nə edir? O da onu başa düşüb, hey təlaş eləyəcək ki, mən elə həmişə gözəl görünüm. Qadın fikirləşir ki, mən gözəl olmasam mənə dəyər verən olmaz, hörmət eləyən olmaz. Düşüb o bataqlığa ki, mən həmişə gözəl görünməliyəm. Kişi də gözəlliyinə görə ki, dəyər verir bunun. İstəyir həmişə onu gözəl görsün. O da həmişə gözəl görsənə bilmədiyinə görə başlayır nə etmək? Süni gözəlləşdirməyə özünü.